Ana, bir şey soruşa bilərəm? Buyur Əlican. Allah hər yerdədirsə, bəs niyə insanlar ona ibadət etmək üçün xüsusi olaraq məscidə gedirlər? Hə, bu sual mənim də ağlıma gəlmişdi. Çox gözəl sualdır. Uşaqlar, Allah buyurur ki, o hər yerdədir. Ona hər yerdə dua, ibadət edə bilərik. Amma məscid ibadət üçün xüsusi bir yerdir. Allah məsciddə ibadət edənləri daha çox sevir. Orada ibadət edənlərə daha çox savab və mükafat verir. Yəni evdə etdiyimiz ibadət ilə məsciddəki ibadət eyni deyil? Əsas niyyət və ixlasdır. Amma məsciddə ibadət daha fəzilətlidir. Orada olan sakitlik, birlik və Allaha yaxınlıq hissi fərqlidir. Həqiqətən məscidə gedəndə insanın içi başqa cür olur. Bəli, orada ibadət etmək daha ləzzətlidir. İnsana ruhi rahatlıq verir. Buna görə insanlar məscidə gedirlər. Unutmayın, evdə də ibadət edək, amma imkan olduqca məscidə gedək.